Konstitusiya və suverenlik ili çərçivəsində mayın 15-də Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Heydər Əliyev mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin, Ağcabədi Peşə Məktəbinin, rayon mərkəzi xəstəxanasının təmsilçiləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak ediblər. Heydər Əliyev mərkəzində keçirilən tədbirin əsas mövzusu güclü ailə, sağlam cəmiyyət olub. Öncə ümumilli liderin büstü ziyarət olunub, önünə tərgüllər düzülüb. Sonra dahil lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirin moderatoru Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Sevinç Niftaliyeva mövzu ilə bağlı ətraflı çıxış edib. Daha sonra Ağcabədi rayon Heydər Əliyev mərkəzinin direktoru vəzifəsini icra edən 2-ci Qarabağ müharibəsi iştirakçısı Ruhin Hüseynov, Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Sevinç Quliyeva, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin psixoloqu Xuraman İsmailova, Aran qəzetinin redaktoru Məhsəti Musa çıxış edərək ailə institutunun cəmiyyətdəki rolu, milli mənəvi dəyərlərin qorunması və ailə modelinin sağlam cəmiyyətin formalaşmasında əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, güclü ailə təməli üzərində qurulan cəmiyyət dövlətin inkişafında aparıcı rol oynayır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. Çıxışlarda ailə dəyərlərinin təbliği, erkən nikahların qarşısının alınması və gənclərin düzgün istiqamətləndirilməsi məsələlərinə xüsusi yer verilib.